Postakla çapıqları necə müalicə etmək olar? Günümüzdə təbii ki, müalicə metodları çoxdur, çünki tibb durmadan inkişaf edir. Lakin biz bu günləri ən effektiv metod haqqında danışacağıq. Bu CO2 və erbium lazer ilə kombinə olunmuş mərhələli lazer cilalaması prosedurudur. Ümumilikdə müalicə metodu pasientin dərisindən, çapığın növündən və dərinliyindən asılı olaraq seçilir. Məsələn, separasiya metodu akne zamanı pasientin dəri altında gedən güclü iltihaba görə yaranmış birləşmələri ayırmaq üçün və dərini daha hamar etmək üçün tətbiq olunur. İkinci metod kollagenaza preparatını tətbiq edir, hansı ki, dəri altına separasiya zamanı kollagenaza yeridilir. Orada kobud formalaşmış kollageni parçalayaraq yeni kollagenin formalaşmasına kömək edir. Üçüncü metod isə TSA peelingin tətbiqidir. Bu metod daha çox icepick çapıqlara, yəni sadə dildə desəm, daha dərin məsaməyə bənzəyən çapıqlar üçün istifadə olunur. Və ən sonuncu mərhələ çapıq müalicəsində ən vacib olan fraksional lazer şüasıdır. Burada şüa dərinin birbaşa dərin qatlarına təsir göstərərək stimulasiya edici təsir göstərir. Çapıqların hamarlaşmasına, sıxlaşmasına və dərinin yığılmasına birbaşa yol açır.